Salam, hər vaxtınız xeyir, əziz izləyicilərim. Bu günləri sizə bulka, cemli bulka, bir də özüm hazırladığım şokoladlı bulka eləyəcəm. Bunlar cemli hazırlayıb qoymuşam. Bunları da şokoladlı eləyəcəm. Uşaqları baş qatmaq üçün yox, onları kruasan fason da eləyirəm, kruasan formasında da eləyirəm. Yəni ki, bir hissəsinə şokolad qoyub, qalan hissəsini kəsib, bildiyimiz kimi kruasan formasını eləyirəm. Allah hər kəsə can sağlığı versin, ruzu bərəkətinə bol eləsin, biz də içində. Bildiyimiz kimi bulkular hamı üçün, hamı bilir ki, süddür, mayadır, şəkər tozudur, az miqdarda. Yəni ki, çox miqdarda olsa bu şişməyəcək, istədiyimizi ala bilməyəcək. Ona görə az tökürük. Mən bunu uşaqların xoşlasın deyə, qəşəng kruasan bilib yesinlər deyə, yəni yağlamamış eləyirəm. Yağlamış da olar, yağlanmamış da olar. Yağlamış da eləmişdim, onu çəkməmişəm. Bunlar ancaq ki, cemlidir. Onlar da özüm hazırladığım cemdir. Mən indi bunları belə kruasan formasında rəyib qoyuram. Sonra belə adi yumru bulka. Ona da məsələn cem də qoya bilirəm. Sonra cem də qoyuram. Sonra paxlava içi, bozdu, içilik düzəldib onu da qoyuram. Yəni formalar özündən asılıdır. İstədiyin formada eləyə bilərsən. Bulkular məsələn özümüz biz mağazindən alınır. Onlar da cürəbəcürə olur. Bizdəki necə, bu da elə adi yumru formasıdır. Bunlar da xoşlayırlar. Bir də adi bildiyimiz, yenə deyirəm, alınan kimi, mağazindəki kimi, yəni bizdə görüb götürmüşük. Özündən insanların öz fantaziyasını da istifadə eləyirlər. İnsanda o elə bilsən ki, Allah vergisi kimidir. Yəni baxırsan, mən baxdığım şeyləri bəzən görürsən ki, özüm ona nəsə əlavə eləyirəm. Əlavə eləyirəm. Əlavə eləyəndə daha başqa şey alınır. Bu fasonda cemlilər də eləmişəm, bunlardan da eləyirəm. Bax, beləcə. Bunun da tərkibində yenə dediyim kimi süddür, pesoxdur, mayadır, biraz yağdır, yoğuranda da əlimə vururam. Belə, cemliləri yəni dediyim kimi eləmişəm. Biraz gec oldu çəkiliş. Mənə kömək eləyən nəvələrimdir. Nəvələrim çəkirlər, Allah onlara da can sağlığı versin sizinlə birlikdə. Sağ olun, var olun. İndi davamını pişirdikdən sonra bir də yenə də inşallah baxıb görərsiniz. Mən bu şokoladın tərkibini, necə bişməsini sizə bildirmək istəyirəm. Buna əvvəlcə 2 stəkan su tökürük, 2 qaşıq nişasta tökürük, 2 qaşıq kakao tökürük, 5 qaşıq pesox tökürük. Şəkər tozu. Elə bil ki, bunu mən əvvəlcə bunu qarışdırdıqca, bu mayeli bunları qarışdırdıqdan sonra onu sürkəzdən keçirirəm ki, içində siz o kraxmalı, yəni ki, onu unla da əlavə eləyə bilərsiniz, əvəz eləyə bilərsiniz. Unla da əvəz eləyə bilərsiniz. Yəni bundan alınan elə bilsən ki, qoydun peçin üstünə, əli buraxmadan bunu qarışdırırsan. Qarışdıra, bu ta ki, bax, belə bu hala gəlincə, bunu tortların yığılmasında da istifadə olunur. Məsəl üçün, uşaqlar üçün ponçik deyirlər. Onu eləyib üstünə də bunu vurub, üstünə bəzi o şəkər tozlu, rəngli şeylər töküb uşaqlara xoş gəlsin deyə onu da eləmək olar. Bunu bişdi elə bil ki, qatlaşanda bir 50 qram yağ atırsan, kərə yağı. Onunla da biraz qarışdırırsan. Bir də istənilən şokoladlardan. Ya pletka şokoladlar olur onunla, ya damla şokoladları. Onlardan elə bil töküb, qaynadırsan, axırda qarışdırırsan, təmiz, tez-tez qarışdırırsan ki, üzünə onun ərk deyirik də, ərk kimi yığılmasın. Sonra biraz soyuduqdan sonra bax, belə hala gəlir. Bu da bizim, elə bil ki, mən krasana işlətdiyim şokoladın alınan məhluldur. Allah razı olsun, Allah köməyinizdə olsun.
Sağ olun, var olun. Pişdikdən sonra bir də indi təkrar eləyərəm inşallah. Gördüyünüz kimi bu həmin bulkunun xəmirindəndir. Formasına görə bir də sizə çəkib bunlarda göstərirəm. Yəni yeni dediyim kimi cemdə qoymaq olar buna. Şəkərbura paxlava içi də qoymaq olar. Şəkərli tvarok da qoymaq olar. Yəni istəkdən asılıdır da. Bunun da formasını belə deyim. Burada görün. Elə eləyib. Bir tərəfdən kəsirik. Ürək forması alınır. Belə. Bir formada da var. Onu da sizə göstəreyim. Mənim əziz izləyicilərim, ilk çəkilişlərimdə biraz mən həyəcanlıyam. Onları nəzərə alsınız, daha xoş olaram, daha sevinərəm. Yəni təzə-təzə elə bil ki başlayıram. Ona görə biraz həyəcanlıyam. Qüsurlarımı bağışlayın. Allah var eləsin sizləri. Allah sizlərdən razı olsun. Bəyənməyi, öz rəylərinizi yazmağı unutmayın. Bu formanı gül fasonda eləyəcəm. Ona görə buna nə şokolad qoymaq olur, əriyir, alınmır da. Həm də ki, cem də elə həmçinin. Bunu biz belə eləyirik. Gül alınmaqdan ötürü. Gül alınmaqdan ötürü yenə belə-belə. Yine bir kusurum varsa bağışlayın. Da bulkumuzun bir formasıdır. Yani istəyə görədir. Kim istəyər cürəbəcürə formalar alına bilər. Mən indi bunları göstəriş üçün deyirəm. Ümumiliklə bizimkilər, bizim ailə üzvləri ümumilikdə yeyiləsi, pay qoyulası, qonaq üçün süfrəyə düzüləsi belə formalar yaxşıdır. Başqa formalar da var. İndi vaxt məhdudiyyətindən onları eləyə bilmirəm. Yəni yenə günəş kimi alınır. Belə eləyib qıraqlarını kəsirəm. Yenə, yəni ona rəng də vura bilərsən. İçi rəngli şokoladlarından da eləmək olar. Yine dediğim kimi bunun arasına şirini ümumiyyətlə bizim ailədə çox xoş deyirlər, şirin olsun deyə. Bir eyvədir. Biraz çətin prosedurdur bu. Uşaqların iştahına görə, o sevinsinlər deyə. İştah, nətər deyim sizə. Yəni maraq üçün da, maraq üçün uşaqlara daha belə şeylər, necə deyim, yaxşı gəlirlər, yemək istəyirlər. Və günəşimiz oldu, günəş formasında. Yumurtasını da vuranda lap qəşəng alınır. Bulkular hazırlandıktan sonra yarım saat bunlar üçün deyə qoyub, sonra tofkuya göndərirəm.
Bunu elə bil ki, elə 100, 200, 230 dərəcəsində, yəni çox 250 də qoymaq olar. Bu dərəcədə bunlar pişir. İndi pişdikcə, qalxdıqca yenə sizə göstərəcəyəm inşallah. Yumurtalıyıq. İndi verəcək sobaya. Sobanı biraz qoydum qızmağa. Küncütü ver mənə, küncütünü də töküm. Küncütləri, küncütünü tökürük. Küncüt çox xeyirli bir ədviyyatdır. Bundan şirniyyat da düzəltmək olur. Qoyursan onu biz çox şəkər tozu ilə biraz yağ töküb, axırda yağlı kağızın üzərinə qoyub çay içmək üçün şirniyyat alınır. Qoydum.